Və mən istəyərdim elə bu yerdə sözü Tanrıverdi Əliyevə verim. Sovet dövründə Azərbaycan ədəbiyyatında anti-İslam təbliğatı, İslama qarşı hansı belə deyək də propagandalardan istifadə olunub Sovet ədəbiyyatında və bizim hansı müsəlman mütəfəkkirlərimiz belə deyək o müsəlman qəlbindən çıxarılmağa çalışılıb. Təşəkkür edirəm Ziya bəy söz verdiyiniz üçün. Deməli, mənim mövzum belə deyək, 3 hissədən ibarət olasıdır. Amma mövzuya başlamazdan əvvəl qısa bir tarix haqqında danışmaq istəyirdim. Xavərnamənin necə tapılır, necə belə deyək, Ziya bəyə barədə danışdım. Deməli, təxminən 2022 ya 21-ci illər idi. Bir məqalə üstündə işləyirdim. Azərbaycan ədəbiyyatında İslami ənənələr başlıqlı. Burada Xətai var idi, Füzuli var idi, Nizami və digər klassiklər və yaxud da Kitab Dədə Qorqudda müəyyən fikirlər falan var idi. Təbii ki, bunu Hacı Həsən Hüseynin kitabına istinad edərək işləyirdim və elə Araz müəllimdə tanıdığım Milli Kimlik qrupunun bir yayınladığı bir məqalə oldu. İnternetdə rastıma çıxmışdı. Xavərnamə Həzrət Əli haqqında ilkin dastan. Müəllifi də Aybəniz Rəhimova. Bu diqqətimi çəkdi və mən bunu qeyd aldım. Haçansa istifadə edə bilərəm və yaxud da haçansa var. Təbii ki, o vaxt tələbə idim, yəni çox da məlumatım yox idi. Və illər keçdi, Ziya bəylə daha yaxın dostluq münasibəti qurduq və bir kitab yayınlandı Əhl-i Beyt mütəfəkkirlərin qələmində. Bu kitabı tərcümə elədiyi, parafrazladığı nəşrə verdi və təsadüfən orada mən Ziyaya dedim ki, təbii kitab çap olunandan sonra dedim ki, bəs bizim bir dastanımız var, Xavərnamə adında. Bunun münasibəti necədir? Ziya bəy birincisi inanmadı, yəni bu necə dastan, yəni belə bir şey. Mən Milli Kimlik qrupunun yayınladığı məqaləni göstərdim. Daha sonra qənaətə gəldi ki, Aybəniz müəllimlə əlaqə saxlayaq. Sağ olsun Aytac müəllimə böyük burada payı var əlaqə saxlamağımızda. Əlaqə saxladıq, daha sonra ustadımız Hacı Rəşad Rəyyanın da icazəsini aldıq, getdik Aybəniz müəllimə ilə görüşməyə. Təbii ki, bu kitabın ərsəyə gəlməsində demək olar ki, hər kəs fədakarlıq elədi, hər kəs böyük belə deyək, fədakarlıqlar göstərdi. Daha sonra kitabın belə deyək, maşallah Qızıltaş tərəfindən icazəsini aldıq, onun cəngnaməsini falan çap elədi, tərcümə elədi. Və çox şükür ki, bugün burada bu kitabın müzakirəsini həyata keçirdirik. Nəsə, başınızı çox ağırtmayım, mövzuma keçirmək istəyirəm əslində. Deməli, dediyim kimi, mənim mövzum əslində 20-ci əsr ədəbiyyatdakı İslami ənənələr olacaqdı. Sadəcə dəyərli ustadım, Ustad Fənai bugün gələ bilmədiyinə görə mən klassik ədəbiyyat haqqında da danışacağım, amma təbii ki, istinad verə-verə müəyyən fikirlərə. Deməli, biz 20-ci əsr deyəndə bu ədəbiyyat haqqında təbii ki, 1900-lərin əvvəllərindən başlamalıyıq. Bu çarizm dövrünün süqutuna yaxın olan bir dövrdür. O dövrün ümumi ictimai siyasi vəziyyəti bu idi ki, ədəbiyyat siyasətlə harmanlanmış versiyada idi. Misal üçün, o dövrdə solçular vardı, sağçılar vardı. Misal üçün, solçuların qəzetində, misal üçün, tutaq ki, buna misal vermiyorlar Molla Nəsrəddinin Zənburu, sağdan misal vermiyorlar Füyuzatın, Yeni Füyuzatı və s. kimi dərgilər, jurnallar yayınlanırdı və bu mütəfəkkirlər sağ və sol istiqamətlərə bölünmüşdülər. Deməli, o dövrdə Üzeyir Hacıbəyovun Şərqi Rus qəzetində yayınlanan bir məqaləsi var idi. Aşura mərasimi haqqında. Orada deməli sol görüşlü mütəfəkkirlərin fikirlərini tənqid edir. Deyir ki, bəzi qəzetçilər, yəni jurnalistlər deyirlər ki, Aşura mərasimi bizə uyğun deyil, bu geri qalmışlığın əlamətidir. Halbuki bu düşüncə yanlışdır. Bizim dədə-babalarımız bu mərasimi keçirdiblər və biz də bu mərasimi keçirmək istəyirik. Üzeyir Hacıbəyov burada əslində sol görüşlü mütəfəkkirlərin fikirlərini tənqid edir ki, o mütəfəkkirlərin də təbii ki, içində Mirzə Cəlil var idi və digər sosialist düşüncəli insanlar var idi. Və bununla bərabər eyni fikri Ömər Faiq Neymənzadə belə deyək, ona parafraz verir, deyir ki, biz başımıza kül qoyacaq Aşura mərasimlərində. Təbii ki, Araz şəhərində dediyi kimi yuğ mərasimlərində ki, necə ki, başlarına kül qoyurdu qədim türklər.
Ona istinad verərək deyir ki, biz başımıza kül qoyacağıq, biz hər il Aşura mərasimini bu formada qeyd edəcəyik. Və eyni fikir demək olar ki, Köçərli tərəfindən də danışılır. Köçərli Mövlana Cəlaləddin Ruminin bir beytindən istinad verir və o beyti izah edərək deyir ki, eşq hara, mən hara. Və deyir ki, eşq əslində İmam Hüseynin Kərbəlada özünü fəda eləməsindən irəli gəlirdi. Eşq dediyimiz əslində odur. Yəni ona çatmaq biraz ideal təfəkkürdür. Təbii ki, bu düşüncədə olanlardan Əlibəy Hüseynzadə vardı, Məhəmməd Əmin Rəsulzadə vardı. Məhəmməd Əmin Rəsulzadə bildiyiniz kimi əvvəlləri müəyyən sol görüşlərdə olub. Təbii ki, müsəlman olub. Daha sonra isə liberal düşüncəyə keçib. Onun Aşura məqaləsi yayınlanır. Elə eyni ilə səhv eləmirəmsə Şərqi Rus qəzetində. Orada deyir ki, İmam Hüseyn zülmə təslim olmur. O cismən ölsə də ruhən salamat yaşayır və bütün Qərbin, ümumiyyətlə bütün dünyanın mütəfəkkirləri bu şəxsiyyətlərə hörmət göstərir. Necə ki deyir İslam dinində, necə ki deyir ki, elm, din, təhsil uğrunda ən çox canlarından qurban keçənlər İslam dininin nümayəndələri idi. Təbii ki, bu onların böyüklüyündən irəli gəlirdi və daha sonra İmam Hüseyn haqqında orada bir məlumat verir. Maraqlısı budur ki, Rəsulzadə orada deyir ki, biz tarixən Aşura mərasimini qeyd eləmişik. Bakıda da bu qeyd olunur. Və Əlibəy Hüseynzadə bu barədə gözəl bir fikir deyir o dövrün dini mərasimləri haqqında. Deyir ki, biz o vaxtı Bakıda deyir, məqalənin adı belə idi. Mövlud-i Nəbi, yəni Nəbinin mövludu, Peyğəmbərin mövludu. Orada deyir ki, biz Bakıda Peyğəmbərin mövludunu bayram kimi qeyd edirik, xoşbəxtlik kimi qeyd edirik. Bu bizim dədə-babalarımızdan qalan ənənədir. Və 100 il sonra da bunu biz belə qeyd edəcəyik. Və Əlibəy Hüseynzadə məqaləsinin sonunda Peyğəmbər haqqında məlumat verir. Yəni, ümumi nəticəyə gəlsək, 20-ci əsrin əvvəllərində ta ki Oktyabr inqilabına qədər, 1920-ci il 28 aprel işğalına qədər bizim ədəbiyyatımızda, bizim ümumiyyətlə tariximizdə İslami görüşlər, İslami ənənələr ön planda olmuşdur. Lakin, bayaq dediyim kimi 1917-ci il Oktyabr inqilabı bizdə Azərbaycanda 1920-ci il 28 aprel tarixinə təsadüf elədi. Yəni 1920-ci il 28 aprelində artıq Azərbaycanda Şura Cumhuriyyəti, sol yönümlü sosialist bir respublika qurulur. Və artıq burada hər şey tamamilə dəyişməyə başlayır. O dövrün deməli tədqiqatçılarından təbii ki Mustafa Quliyev olsun, Əli Nazım olsun müəyyən cəbhələrdə dayanmışlar. Bu cəbhələri Vaqif Sultanlı ədəbi tənqid kitabında qeyd edir. Deyir ki, o dövrdə prolet kultçular var idi. Vahid axınçılar və vulqar sosiologistlər var idi. Məsələ burada bayaqları Samit müəllim də dedi, Araz müəllim də dedi, Ayməz müəllim də, Ziya bəy də dedi ki, Sovet dövründə müəyyən dəyişikliklər baş verir. Bax, bu məsələ dəyişikliklər məhz prolet kultçular və vulqar sosiologistlərdən gəlir. Prolet kultçular deməli Vladimir Leninin yayınlanmış bir sərəncamı var idi. Proletarnik kultura. Yəni proletar mədəniyyət. Vladimir Lenin deyirdi ki, biz mədəniyyəti artıq fəhlə kəndliyə uyğun formada yaratmalıyıq. Biz burjua ədəbiyyatını və burjuanın gətirdiyi mədəniyyəti rədd eləməliyik. Və bununla bərabər o dövrün təbii ki Rus mütəfəkkirləri dedilər ki, biz Tolstoyu qəbul eləmirik, biz Dostoyevskini qəbul eləmirik, eləməyəcəyik də. Bizə sərf edir Maksim Gorki. Bu fikir Azərbaycanda Əli Nazim tərəfindən, bayaq dediyim ki, Mustafa Quliyev tərəfindən parafrazlanır və ictimaiyyətə təqdim olunur. Əli Nazim deməli proletar ədəbiyyatının forma məzmun xüsusiyyətlərinə dair bir məqaləsində qeyd edir ki, biz əruz vəznini qəbul eləmirik. Bizə sərf eləyən vəzn sərbəst şeirdir və sərbəst şeiri biz Nazım Hikmətdən öyrənməliyik. Əruz vəzni haqqında Mikail Rəfili də bir məqalə yayınlanır. O məqalənin adı deməli sərbəst şeir haqqında 2 söz. İnqilab və Mədəniyyət dərgisində yayınlanır. İnqilab və Mədəniyyət dərgisində yayınlanan o məqaləyə görə Mikail Rəfili deyirdi ki, əruz vəzni burjua vəzindir, saray ədəbiyyatının vəznidir və bu vəzn türk dilinə uyğun deyil. Bu vəzn ərəb fars dillərinə uyğundur,
o dilin aksentinə uyğundur və bir zəhmət getsinlər ərəb və farslar bu vəzində məşğul olsunlar. Bizə Füzuli, Nizami və Nədim sərf eləmir. Bizə sərf edir Paul Verlaine, yəni qərb mütəfəkkir şairi və Wolfsburg, yəni o da qərb şairlərindən idi. Bizə bunlar sərf edilir və biz eyni zamanda ədəbiyyatımıza yeni gəlmiş Türk kommunist şairi Nazım Hikmətdən sərbəst şeir öyrənməliyik. Bu fikir ümumiyyətlə niyə təbii ki Nazım üstündə dayanırdılar? Nazım Hikmətin bir çox fikirləri, bu barədə Cabbar Əfəndizadə, hətta Əli Nazım da fikir deyir ki, Nazım Hikmət futurist idi. Daha doğrusu futurizm estetikasına uyğun formada fikirlər qələmə alırdı. Futurizm nədir? Futurizm avangard bir cəryandır. Bu avangard cəryana görə keçmiş mədəniyyət və keçmiş ədəbiyyat rədd olunmalıydı. Məhz bu fikrin banisi dediyimiz İtalyanın məşhur filoloqlarından olan Marinetti idi. Bu fikir təbii ki prolikulçuların fikrindən üst-üstə düşürdü deyə onlar ümumiyyətlə keçmiş ədəbiyyatı tamamilə rədd etməyə çalışırdılar. Və bu adına rədd edirdilər. Burjua ədəbiyyatıdır, milliyyətçilik təbliğ olunur burada və dini görüşlər təbliğ olunur. Niyə bu problemlərlə üzləşirdi o dövrün mütəfəkkirləri? Çünki o dövrün dediyimiz kimi siyasi cəryanı kommunizm idi, yəni sosializm idi. Sosializmdə də milliyyətçilik anlayışı yoxdur, daha çox internasional, yəni xalqların bərabərliyini düşünürdülər öz belə deyək təfəkkürlərində və eyni zamanda dini görüşü rədd edirdilər. Çünki onların təfəkkürüncə din artıq bizə lazım deyil. Lakin vahid axınçılar bu fikrə qarşı çıxır. Vahid axınçılar deyirlər ki, olmaz, yəni biz klassik ədəbiyyatı qəbul eləməliyik, olduğu kimi yerində saxlamalıyıq. Amma bu fikir təbii ki o dövr üçün uyğun deyildi və bu fikir tamamilə iflas elədi. Lakin ondan sonra vulqar sosiologistlər gəldilər. Dedilər ki, yox, biz klassik ədəbiyyatı saxlayaq, amma klassik ədəbiyyata marksist, leninist, ateist aspektindən şərh verək. Bu da necə oldu? Misal üçün, onlar deyirdilər ki, o dövrün dərsliklərində yayınlanan müəyyən burada qeydlər aparmışam. Onlar deyirdilər ki, Nəsimi özünü Allahsız deyirdi. Daha doğrusu Nəsimi özünü Allah deyirdi. Bununla da Allahsızlığı təbliğ edirdi. Füzuli Yunan materialist filosoflarından təsirlənib əsərlər qələmə alırdı. Nizamidə kommunizm düşüncələri vardı və Seyid Əzim burjua ədəbiyyatının nümayəndəsi, liberal burjua nümayəndəsi idi. Bu fikir o dövrün 9-cu müntəqabat kitabında qələm almışdı. O kitabın da deməli yazarı Əli bəy Hüseynzadə idi, o dövrdə yazmışdı. 1934-cü ildə Azəm Nəşrdən tərəfindən nəşr olunur və Seyid Əzim niyə burjua ədəbiyyatının nümayəndəsi hesab edir? Bu təbii ki o belə bir fikir deyirdi. Seyid Əzim yaradıcılığını biz iki yerə bölə bilərik. Bir ruhani yaradıcılıq, bir də maarifçi yaradıcılıq. Seyid Əzimin ruhaniliyini inkar edə bilmir. Həqiqətən də ruhani idi adam. Və ona görə də kommunizmə tərs olan digər ideologiyanı Seyid Əzimdən parafrazlayır və deyir ki, Seyid Əzim liberal burjua ədəbiyyatının nümayəndəsi idi. Və digər o dövrün mütəfəkkirləri də Nəsimiyə, Nizamiyə, digər şairlərə kommunizm aspektindən təhlillər və izahlar verirdilər. Təbii ki, o dövrün dastanşünasları, klassik folklor ədəbiyyatını araşdıran bir çox mütəfəkkir başda Salman Mümtaz olmaq şərti ilə repressiya qurbanı olur, əsərləri yandırılır və o dövr ümumiyyətlə ləğv olunur. Bunu da eləyənlər kimlər idi? Təbii ki, proletarni kultura ideologiyasının nümayəndələri idi. Bəs burada ümumiyyətlə sual yaranır. İkinci hissəyə keçmək istəyirəm çıxışımın klassik ədəbiyyat haqqında. Bəs burada sual çıxır. Ümumiyyətlə proletkulçularla vulqar sosiologistlər haqlı idi bu məsələdə. Necə ki, vulqar sosiologistlər deyirdilər ki, Nizaminin İskəndərnamə əsərində kommunizm ideyaları var. Bunu nəyə əsasən deyirdilər? Deməli, Nizaminin İskəndərnamə əsərində belə bir hadisə var. İskəndərin xoşbəxtlər ölkəsinə getməsi. Orada hər şey rahatdır, sosial rifah yaxşıdır, hamı bərabər yaşayır və bu fikri kommunizmlə izah verir. Lakin Nizaminin bu əsərinin belə deyək, o hissəsini daha çox deyirlər ki, Platonun dövlət əsərinin sayəsində əslində təsirlənib qələmə almışdı deyən müəyyən fikirlər, alimlər var. Və deyirlər ki, Nəsimi haqqında danışırlar. Deyirlər ki, Nəsimi özünə Allah deyirdi və Allahsızlığı təbliğ edirdi. Halbuki bu fikir və hətta deyirlər ki, Nəsimi bir dövrdən sonra deyirlər ki, Nəsimi panteistdir.
Yəni bu növ ateizmin biraz yumuşaq versiyası. Effenizm versiyası böyle. Bəs həqiqətən Nəsim ümumiyyətlə panteist idimi? Burada sual çıxır. Türkiyənin məşhur bir filoloqu var, daha doğrusu iki filoloqu, Ahmet Hamdi Tanpınar, bir də Hilmi Yavuz. Bu iki mütəfəkkir deyir ki, klassik ədəbiyyat daha çox vəhdətül vücud üstündə qurulub. Vəhdətül vücudda panteizm deyil. Bu fikirdə bir çox filosof yanılır. Hətta Hilmi Yavuzdur ki, ədəbiyyat və fəlsəfə arasında kitabında qeyd edir ki, vəhdətül vücud nəzəriyyəsi panenteizmə yaxındır, panteizmə yox. Bəs vəhdətül vücud nə idi ümumiyyətlə Nəsiminin nəzərində? Mən də bu fikrin banisi İbn Ərəbidən gəlir. İbn Ərəbi Həzrət Əlinin "Ey o kəs ki, ondan başqa o yoxdur" hədisinə istinad edər bu fikir deyir ki, bəs bir varlığı var, o da Allahdır. Digər varlıqlar onun nişanəsi, ondan qopan zərrəci idi ki, Nəsiminin təfəkküründə bu varlıqlar, misal üçün Allahın bildiyimiz kimi müəyyən surətləri, sifətləri vardı ki, onlar hər formasında təcəlli olmuşdu. Nəsiminin təfəkküründə bu belə idi. Və Nəsimi öz şeirlərində ərqam elmini istifadə edir, yəni rəqəmlər elmini istifadə edir. Bu barədə Elşən müəllim qəşəng bir paylaşım paylaşmışdı. O fikri təbii ki, mən qısa olaraq toxunmaq istəyirəm şeirə. Deyirdi ki, 7-dir, 4 7-dən 1 7-dir. 124 yenə 3 7-dir. Evi bir bacası 7, babı 3, Əhl-i Beyt ilə özü 17-dir. Nəsimin İraq divanında olan nüsxəsinin şərhidir bu. Daha doğrusu şərhini Elşən müəllim verir. Deyir ki, 7 termini burada göyün 7 qatını və yerin 7 qatını izahını verir və eyni zamanda insanda 7 dəryanın olmasının izahını verir. Və eyni zamanda səcdəyə əyiləndə 7 səcdə üzvünün yerə dəyməsindən, təmas eləməsindən danışır. Elşən müəllim danışığında bir fikir deyirdi. Deyir, evi bir bacası 7, babı 3, Əhl-i Beyt ilə özü 17-dir fikrində Kəbə evinin bacasından danışır və bu qapının belə deyə 7 qatından danışır Kəbə evinin üstündə və 3 qapısının olmağından danışır. Bu 3 qapı Qurani-Kərimdir. Quranın qapısı Məhəmməd peyğəmbərdir və Məhəmməd peyğəmbər, yəni mən elmi şəhərəm, Əli onun qapısıdır hədisinə istinad edən deyir ki, yəni o da Həzrət Əlidir. Bu aspektdən izahını verir və son Əhl-i Beyt ilə özü 17-dir beytinin, daha doğrusu misrasının belə bir izahını verir. Deyir ki, 12 imam və 5 vaxt namaz. Bunları toplayanda eləyir 17 və 17 nədir? Ümumi namaz rükətlərinin sayı məhz 17-dir ki, Nəsimi burada bu fikirlərə daha çox toxunub. Biz klassik ədəbiyyatda deməli ümumilikdə Şah İsmayıl Xətai haqqında da danışa bilərik. Təbii ki, mən o dövrün müntəqabat kitablarına baxırdım. Daha çox Xətaini tarixdə olan şəxsiyyət kimi qələmə verirdilər. Yəni onun şeirləri haqqında çox da bir məlumat əldə eləmədim. Yəni ya da mənim rastıma çıxmayıb o dövrdə. Lakin Xətai haqqında dediyimiz kimi müəyyən müasir dövrdə çox kiçik tədqiqatlar aparılır, araşdırmalar aparılır və bildiyimiz kimi Xətai Sufi təriqətlərindən Şiəliyə yaxın olan Səfəviyyə təriqətinin nümayəndəsi idi ki, bu təriqətin sistematikasına, estetikasına uyğun formada şeirlər qələmə alırdı. Misal üçün, onun bir şeiri vardı. Gər əlinin mülki insandır yeri, dər həqiqət ərş rəhmandır yeri. Ey Xətai, kimdə varsa mehri Əli, rəhməti həq, bağ-ı rizvandır yeri. Burada Həzrət Əlinin ümumiyyətlə müəyyən sifətlərindən danışır. Deyir ki, Həzrət Əlinin yeri cismani olaraq insanların içindədir. Yəni insandır Həzrət Əli. Lakin bir ilahi bir şəxsiyyət olaraq, irfani bir şəxsiyyət olaraq onun məqamı Allah qatından paraleldir. Yəni o qədər uca bir məqama tutur onu. Yəni dər həqiqət, yəni həqiqət qapısıdır yəni Həzrət Əli. Və kimdə varsa mehri Əli, yəni kimdə Həzrət Əlinin məhəbbəti varsa, ona cənnət vacibdir deyə bir fikir ifadə edir. Amma yenə dediyim kimi bu fikirlər müasir dövr tədqiqatlarının bizim gətirdiyi nümunələrdir. Yəni Sovet dövründə təbii ki bu fikirləri demək icazə verilmirdi, qadağan idi. Füzuli haqqında ümumiyyətlə qala-qala kitablar yazılıb. Həm Türkiyə tarix ədəbiyyatşünaslığında, həm Azərbaycan ədəbiyyatşünaslığında. Yəni Füzulidən təbii ki indi yəni qısa danışmaq lazımdır. Çünki uzun danışsaq, yəni bura günlərlə vaxt lazımdır. Sadəcə onun proletkulçuların bir fikri var.
o barədə. Ona uyğun formada bir qısa cavab vermək istəyirəm ki, yəni bunlar deyirlər ki, Yunan ateist filosoflarından təsirlənib Füzuli. Düzdür, Füzuli Yunan filosoflarından təsirlənib, yəni Yunan filosoflarını tətbiq edib. Həqiqət-ü Süəda əsərində olsun və ya da digər əsərlərdə olsun, Füzulinin hətta Anaxagorun Mətləul Etiqad üzrə, Mətləul Etiqad əsərində Anaxagoras fikrini şərh eləyir. Bəli. Sadəcə o dövrdə dediyimiz kimi bunu materialist filosof kimi qələm verirdilər və Füzulinin Qılmanamaz şeirinə istinad edib deyirdilər ki, Füzuli ateist olub falan. Amma həqiqətən doğrudumu? Təbii ki, xeyr. Bunun ən qısa cavabını hardan biz bilirik? Firidun və Köçərlinin Azərbaycan ədəbiyyatı tarixi kitabına istinad edərək onu deyə bilərik ki, Firidun və Köçərli kitabda Molla Məhəmməd Füzuli deyə bir başlıq açır. Və Həqiqət-ü Süəda əsərində olan başlıqları bir-biri şərh edir. Oradakı başlıqlar necədir? Həzrəti Məhəmmədin vəfatı, Həzrəti Əlinin vəfatı, xanım Fatimə Zəhranın vəfatı, Həzrəti Hüseynin Kərbalaya getməsi və orada şəhid olması kimi məsələlərə Firidun və Köçərli toxunur. Və buradan əldə eləyəcəyimiz nəticə budur ki, Füzuli heç də yəni ateist təfəkkürlü bir filosof deyildi. Bəli, təsirləndiyi alimlər var. Misal üçün, tutaq ki, analogiyanı Yunan ədəbiyyatından öyrənə bilər. Misal üçün, analogiya nədir? Müəyyən iki fikrin arasında bir oxşarlıq. Misal üçün, tutaq ki, onun bir şeiri vardı. Xiyalı gözləri kiprikdədir təbrətmə ey mərdum, əcəb şərti deyil çəkmək mehmanə mizibanı xəncər. Yəni, bunun belə bir qısa şərhini vermək olar ki, yəni, mənim təfəkkür, yəni, təsvirim sənin gözlərindədir, yəni gözlərini tərpətmə. Necə ki, qapına qonağa gələndə qılın çəkməyin ədəbsizlik olduğu kimi. Bu iki fikir arasında analogiya qurur. Təbii ki, bəli, Yunan ədəbiyyatının təsiri var burada, amma bu o demək deyil ki, burada material bir düşüncənin təzahürü var. Seyid Əzim haqqında ümumiyyətlə qısa bir danışmaq istəyirəm. Çünki ədəbiyyat çoxdur, klassik ədəbiyyat haqqında çox danışmaq olar. Ancaq vaxtımız təəssüf ki, məhduddur. Ona görə qısa bir Seyid Əzim haqqında, həmin bu prelkutçular niyə buna belə deyirdilər, bu fikri ünvanlayırlar, ona da toxunmaq istəyirəm. Ümumiyyətlə, bugünkü orta məktəb dərsliklərində də bu var. O dövrün orta məktəb 1932-ci ildə çıxan 8-ci sinif müntəqabat kitabında da mən bunu görmüşdüm. Füzulinin, Seyid Əzimin deməli, Köpəyə ehsan şeiri və yaxud da Müştəydin təhsildən qayıtması, Qafqaz müsəlmanlarına xitab kimi şeirləri dərc olunub. Amma tam şərhin vermirlər. Bunu təbii ki, marksist aspektdən təhlil verirlər ki, və Seyid Əzim burada İslamın ənənlərini pozur, İslamın ənənlərindən qarşı çıxır və s. Təbii ki, Seyid Əzim şünaslar bu fikrin əleyhinədirlər. Deyirlər ki, bu fikir doğru deyil. Seyid Əzim o dövrdə olan İslamdan sui-istifadə edən burjuanı və burjua ədəbiyyatının nümayəndələrini tənqid eləyirdi. Necə ki, yaltaq belə deyək, insanları tənqid eləyirdi. Və o dövrdə deməli onun bir şeiri vardı. Şadəm ki, ilahi tökülə qanı Hüseynin, tarazı ola eşqdə canan Hüseynin şeirini stat verib deyirlər ki, baxın görün bəs Seyid Əzimi, Seyid Əzim İmam Hüseynin qanının tökülməyinə şaddır. Yəni çox belə xoşbəxtkən tökülüb qanı filan bəsəkən. Amma halbuki bu şeirin bir belə deyək bəndi var. Bu bəndin izahını vermirlər. Daha doğrusu orada o çıxarılıb, ixtisar olunub. Amma halbuki Nohənin özəyi oradadır, açıqlaması oradadır. Ki orada deyir ki, gər ki tutulub iki gözüm qan ilə şadəm. Cismim ki dolub navəri peykan ilə şadəm. Qalsan neçə gün peykər üryan ilə şadəm. Qurban sənə olsun təni üryanı Hüseynin. Tarazı ola eşqdə canan Hüseynin. Bu Nohənin əslində özəyi buradadır və bu özəyi buradan çıxarılıb vaxtında Sovet ədəbiyyatından və çox şükür ki, biz müasir dövrdə bunları tamamilə müstəqil formada oxuya bilirik, izah və şərh verə bilirik. Yəni dediyim kimi, mövzu əslində çoxdur, yəni daha geniş danışmaq olar. Təbii ki, Sovet dövründə 60-cı illər nəsli gələndən sonra müəyyən yumşalma dövrü gəldi. Hətta Ramiz Röşenov vardı, dedi ki, biz ədəbiyyata Allah terminini gətirdik. Yəni müəyyən dövrdə, o dövrdə magik realizm də bizim ədəbiyyata gəlmişdi. Magik realizmin onda qısa bir vurğu kimi qeyd edim ki, futurizmdən fərqi bu idi ki, futurizm ümumiyyətlə ədəbiyyatın keçmiş hissəsini inkar edirdisə, magik realizm keçmişə retrospeksiya edirdi, yəni keçmişə istinad edə bilirdi. Bunun ən bariz nümunəsini biz Qətl günü əsərindən görürük.
Yusif Səmədoğlunun Qətl Günü əsərində biz deməli o dövr və Hüseyn Cavid dövrü və Qacar dövrünün paralel formada şərhini görürük və digər əsərlərin də şərhini görə bildik. Təbii ki, bu dövrdə Vaqif Səmədoğlu gəldi Azərbaycan ədəbiyyatına, Ramuz Rövşən gəldi Azərbaycan ədəbiyyatına, Vaqif Bayatlı Odər gəldi ədəbiyyata və artıq başladılar müəyyən yumuşalma dövründən sonra teizm aspektindən əsərlər yazmağa. Təbii ki, Sovet hökuməti dağılandan sonra artıq tamam müstəqil formada fikirlər yazdılar və hal-hazırki müasir dövrdə də müəyyən şairlər, yazıçılar artıq İslami ənənələri yaşadırlar. Tədqiqatçılarımız əsərləri olduğu kimi şərh eləyirlər və buna görə də hər kəsə, o tədqiqatçılarımıza, şairlərimizə uzun ömür, can sağlığı və ümumiyyətlə zihin açıqlığı arzulayıram ki, İslami ənənələri bizim cəmiyyətə olduğu kimi təqdim eləsinlər. Mənim söyləyəcəklərim bu qədərdir. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.